Hər vaxtınız xeyir olsun əziz dostlar. Bu günləri mən fizika 1-ci qrup 7-si 6-cı ay 2026-ya dəstək olaraq son bir günə həsr olunmuş sınağın izahını verəcəm. Özüm hazırladığım sınağın izahıdır. Gəlin vaxt itirmədən sınağın izahını verim. Birinci sualda deyir ki, düz xəttdə hərəkət edən cismin sürətinin moduna uzanan asılı qrafik vermişdir. Cismin ilk saniyə 6 saniyə ərzində hərəkət etdiyi S yolu hesablayın. Bilir ki, VT qrafiki verilibsə bu zaman S yol S figura bərabərdir. S yol bərabərdir S figur. Görsəndiyi kimi bizim figurumuz trapesiya olduğuna görə trapesiyanın oturacağı 6, üst oturacağı 4, hündürü isə 12-dir. 6 üstə gəl 4 böl 2 vur 12 ilə tapacağım. Bu dedir 60 metr. Cavab C variantı. İkinci sual. Kütləsi 4 kg cisim üfüqi müstəvidə 20 Newton qüvvənin təsiri bərabər sürətlə hərəkət edir. Müstəvi ilə cisim arasında sürtünmə əmsalını tapın. Əgər cisim bərabər sürətlə hərəkət edirsə, cismə təsir edən qüvvə onun əks komponenti olan qüvvəyə bərabər olmalıdır. Bəli, həqiqətən də bu doğrudur. Deməli, cismin təsir edən qüvvə 20 Newton bərabər olmalıdır mü m j-yə. Yəni mü 40-a. Çünki m4-dür, j də 10-dur. Mü, buradan əmələ gəlir ki, mü bərabərdir 20 böl 40. Bu dedir 0,5. Cavab D variantı. Üçüncü sual baxın. Çəkisi və sürtünməsi nəzərə alınmayan tərpənən blok və çəkisi nəzərə alınmayan bərabər bölgülü link sistemində M1 və M2 kütləli yüklər şəkildəki kimi tarazlıqdadır. Yüklən kütlələrin nisbətini hesablayın. Deməli, biz bilməliyik ki, bölgülər, məsələn, bu 1 isə bu 0,5, bu 0,5-dir. Bu 1, 1, 1-dir. Tərpənən blokun xüsusiyyətinə görə bilirik ki, hər zaman V ip bərabərdir 2H yük olduğundan yükün kütləsinin yarısını düşür hər bir deməli, blokun qollarına. M2 böl 2. Ona görə də belə yazacağım ki, linkin xüsusiyyətinə görə momentlər birbirine bərabər olmalıdır. Yəni F1D bərabər olmalıdır F2D'yə. M2 böl 2 vur qolu 1,5 dayağı kimi olan məsafə bərabər olmalıdır M1 vurulsun 2-yə. Bizdən nə soruşulur? Bizdən soruşulur M1 böl M2. M1 böl M2 tapmaq üçün deməli, buradan nə edəcəyik? Burada görsənir ki, M2 bərabərmiş 8M1-ə və M1 bərabərdir buradan 3M2 böl 8. Əmələ gəlir ki, 3M2 böl 8M2 ifadəsi əmələ gəlmiş olur. Bəli, həqiqətən də belədir. Sadəcə bu variantlarda yoxdur. Ola bilər. Amma əslində qalırsa cavab eləyir 3 böl 8, M1 böl M2 nisbət, amma bu variantlarda yoxdur. Dördüncü sualda YPD kvadratı ifadəsilə hansı fiziki əhəmiyyət təyin edilir? Bu mütləq şəkildə bilinməlidir ki, sərtlik əmsalı və yaxud da elastiklik əmsalındır. Necə bilə bilərik? PD kvadratı böl 4-ü görürük burada. Bu bizdə sahəni verir. Dairənin sahəsi YS böl L0 ifadəsini verir. Bu da bizə verir nəyi? Sərtlik əmsalını, D variantı. Keçək 5-ci sual. Verilmiş kütləli ideal qaz üzərində 1, 2, 2, 3 prosesi aparılır. Qrafik əsasında bu prosesdən yekununda qazın daxili enerjisi və ona verilən istilik miqdarı haqqında hansı ifadələr doğrudur? A variantı. 1-2 prosesində qaz iş görür. Bəli, həqiqətən də qaz iş görür. Çünki V-nin miqdarı artır və həqiqətən də qaz iş görür də. 2-3 prosesində daxili enerji artır. 2-3 prosesində daxili enerji artır. Xeyr, əksinə. 2-3 prosesində daxili enerji azalır. Çünki P-nin miqdarı azalır. A variantı getdi. B variantında 1-2 prosesində qaza istilik verilir. Bəli, həcm artdığına görə qaza istilik verilmiş olur. V-nin miqdarı artır deyə qaza istilik verilmiş olur. 2-3 prosesində qaz xarici qüvvələr üzərində iş görür. Xeyr, qaz 2-3 prosesində iş görmür. Çünki V konstant olduğundan 2-3 prosesində qaz iş görmür. C variantı. Hər iki prosesin sonunda qazın daxili enerjisi eyni olur.
Bəli, 1-dən 3-ə baxdığımıza görə P ilə V-nin tərs olduğu proses izotermik prosesdir. Və əgər T1 bərabərdir T3-dürsə, bu zaman U1 də bərabərdir U3 olmuş olur. Çünki nÜRT düsturundan istifadə edərək. Nəticədə deyə bilərəm ki, hər iki prosesin sonunda daxili enerji eyni olur. D variantında 1-2 prosesində daxili enerji artır. Bəli, V-nin miqdarı artdığında daxili enerji də artır. 2-3 prosesində qaza istilik verilir. Xeyr, əksinə. 2-3 prosesində 2-3 prosesində qaza istilik verilir. Xeyr, PV bərabərdir nÜRT. Buradan P-nin miqdarı azaldığından T-nin miqdarı da azalmalıdır. Nəticədə deyəcəm ki, qaza istilik verilmir. Y variantı 1-2 prosesində qazın sıxlığı artır. Xeyr, V-nin miqdarı artırsa, Rho-nun miqdarı azalacaq. C variantı. Keçək 6-cı suala. İdeal rəqs konturu sərbəst elektromaqnit rəqs yazım kondisioner yükünün maksimal qiymətinin yarısına bərabər olduğu anda sarğacın maqnit sayısı enerjisinin kondisioner elektrik sayısının enerjisi nisbətini tapın. V tam enerji bərabərdir. V elektrik üstə gəl V maqnit. Bilirəm ki, V tamın yerinə QM kvadrat böl 2S yazacağım. V elektrikin yerinə Q kvadrat böl 2S axtardığımızda V maqnitdir. QM də bizdə bərabərdir 2Q özü verib şərtdə. Apap yerinə yazsam, əmələ gəlir ki, 3Q kvadratı böl 2S bərabərmiş V maqnitə. Nəticədə V maqnit böl elektrikin yerinə isə yazacağım. 3Q kvadratı bölünsün 2S bölünsün. Elektrikdə Q kvadratı böl 2S'dir və nəticədə əmələ gəlir 3. 3 böl 1 B variantı. Sıxlığı Rho olan birinci maylə dolu şüşə laborator qabının daxilində AB nöqtələrindəki hidrostik təzyiqlərin nisbətini tapın. Bildiyimiz kimi P bərabərdir Rho GH mayədə olduğu zaman, bu zaman PA böl PB bərabər olur. Buradan P ilə H düz mütənasibdir. HA böl HB. HA-nın miqdarı H-dır, HB-nin miqdarı isə nə qədərdir? 3H-dır. Əmələ gəlir 1 böl 3. Cavab B variantı. 8. Qapalı konturun kəsən maqnit selinin zamanın asılılıq qrafiki Φ bərabərdir Φ0 kosinus kvadratı omega T qanunu dəyişilir. Konturda yaranan induksiya EHG-sinin maksimum qiyməti YM olarsa, maqnit selinin dəyişmə tezliyini 2 dəfə artırıb, onun amplitudunu Φ0-ı 3 dəfə azaltdıqda yaranan induksiya EHG-sinin yeni maksimum qiyməti nəyə bərabərdir? Bildiyimiz kimi Φt bərabərdir Φ0 vurulsun. Kosinus kvadratı omega T. Bilirik ki, Φt-nin törəməsi bizə YM verəcək, elə deyil. Lakin bunu daha aydınlaşdırmaq üçün bizdə kvadrat bu söhbəti koruyur. Ona görə də mən nə edəcəm? Mən dərəcənin azaldılmasından istifadə edəcəm. Kosinus kvadratı omega T nəyə bərabərdir? Kosinus niyə belə oldu? Kosinus 2 omega T çıx 1 böl 2'ye bərabərdir. Elə deyil. Bəli. Üstə gəl 1 daha doğrusu. Daha sonra çünki kosinus 2 omega T bizdə niyə görə belə olur? Kosinus 2 omega T bizdə kosinus kvadratı omega T çıx sinus kvadratı omega T'dir. Sinus kvadratı omega T'nin yeri 1 çıx kosinus kvadratı omega T yazacağıq. Buradan da əmələ gələcək mənfi 1 üstə gəl kosinus kvadratı omega T. Nəticədə əmələ gəlir ki, kosinus kvadratı omega T bunun müsbət cəminin yarısına bərabərdir. Daha sonra apap yerinə yazsam Φ0 vurulsun kosinus 2 omega T üstə gəl 1 böl 2. Buradan hər tərəfin törəməsini alsam, əmələ gəlir ki, Φ törəmə T bərabərdir YM. O da bərabərdir. Φ0-ın törəməsi ilə, yox, T'yə görə törəmə aldım, Φ0-ə əl vurmuram. Φ0 böl 2 vurulsun. Kosinus 2 omega T'nin daxilindəki ifadənin törəməsini almaq məcburiyyətindəyəm. Bu da edir məndə neçə? Bu da məndə edir elə bir ki Φ0 böl 2 kosinus 2 omega T
Üstəgəl φ0 böl 2 kimi parçalayacağım. Hər tərəfin törəməsini alsam, əmələ gələcək φ0 böl 2 mənfi 2 omega sinus omega t üstəgəl 0. Bu da bərabərdir mənfi φ0 omega sinus 2 omega t. Elə deyil, bəli. İndi bizə deyir ki, maqnit seyinin dəyişmə tezliyini 2 dəfə artırıb. Nü ştrik bərabərdir 2 nü. Maqnit seyinin amplitud qiymətini isə 3 dəfə azaltdıqda φ0 ştrik bərabərdir φ0 böl 3. Deməli, yeni qiymətin maksimal qiymətini hesablayın. Deməli, yeni qiymət bizdə ym ştrik olsun. Əvvəlki qiymət isə ym olsun. Ym ştrikin, deməli, 3 dəfə artıracam qiymətini. 3 dəfə azaldacam φ0 qiymətini. Mənfi φ0 böl 3 vurulsun. Omega 2 pi nü olduğundan əmələ gələcək 4 pi nü sinus 2 omega t. Daha sonra ym də bizdə nəyə bərabərdir? Mənfi φ0 2 pi nü sinus 2 omega t. Bunlar getdi. Bunlar getdi. Əmələ gəldi nə? Bu 4 2 2 qalır. Əmələ gəldi 2 böl 3. Nəticədə ym ştrik bərabərdir nəyə? 2 ym böl 3-ə. Yəni A variantı. Daha sonra 9. İpdən asılmış riyazi rəqqasın yuxarı doğru A bərabər 0,44 J təcili hərəkət edən liftin daxilində sərbəst rəqs edir. Lift qəfildən təcilini dəyişərək aşağı doğru bərabər təcili hərəkət etməyə başlayır. Və rəqqasın yeni rəqs periodu əvvəlki perioddan tam 2 dəfə böyük olur. Liftin aşağı yönəlmiş yeni təcilini tapın. Bildiyimiz kimi T aşağı bərabər olur artıq 2T yuxarıya. T aşağının yerinə yazacağım 2 pi kök altında L böl J çıx A bərabərdir 2 vur 2 pi kök altında L böl J üstəgəl A. Yəni 1 tam %44 J. 2 pi'lər getdi. Kvadrata yüksəltsəm, əmələ gəlir ki 4J çıx 4A bərabərdir 1 tam %44 J'yə. Buradan əmələ gəlir ki 2 tam %56 J bərabərdir 4A'ya. Nəticədə A bərabər imiş nəyə? 0 tam %64 J'yə. Yəni B variantı. 10. Y bərabərdir 10^5 volt böl metr intensivlikli bir ciz elektrik sahəsinə sahə xətlərinin perpendikular istiqaməti V0,216 metr böl saniyə sürətlə elektron daxil olur. Elektron sahənin D bərabərdir 5 sm uzunluqlu hissədən keçərək sahəni tərk edir. Aşağıdakı bəndlərdən hansı və hansılar doğrudur? Birinci bənddə deyir ki, elektron sahə daxilində traktor boyunca bərabər sürətlə hərəkət edir. Bu səhvdir. Çünki məsəl üçün elektron müəyyən bir hissəyə gələndə mənfi olduğuna görə və yaxud başlanğıcda bilirik ki, müsbət tərəfinə cəlb olmalıdır. Lakin o aşağı doğru hərəkət etdiyindən bu zaman bərabər sürətlə hərəkət olmur. Bir getdi. Elektron sahədən çıxdığı anda sürətin intensiv vektorunun perpendikular olan komponenti dəyişmir. Bəli, yəni elektron onun sahə istiqamətində perpendikular olan istiqamətdə qüvvə təsir edir də. Bu qüvvənin sürəti də həmin istiqamətdəki komponentini və yaxud da bir sözlə desək, sürətin intensiv vektoruna perpendikular olan komponentini dəyişir. Yəni, dəyişmir daha doğrusu. Ona görə də bu bənd doğrudur. 3-də deyir ki, elektron sahə daxilində parabolik trayektoriya üzrə hərəkət edir. Bəli, bu doğrudur. Elektron sabit qüvvənin təsirinə məruz qaldığı üçün onun trayektoriyası klassik mexanikadan üfüqə atılmış cisim hərəkəti kimidir və yaxud da parabolikdir. Yəni, bunu özümüz də görə bilərik də. Baxın, necə qrafikdir bu? Parabolun qrafiki deyil. Ona görə cavab 3. Elektron sahəni tərk etdiyi molekul potensial enerji sahə daxilində potensial enerjidən çoxdur. Əksinə, yadda saxlamaq lazımdır ki, potensiallar fərqinə əsasən yüklü zərrəcik nə qədər uzaqlaşırsa, elektrik sahəsində bir o qədər də onun potensial enerjisi azalmış olur. Ona görə 4 səhvdir. Cavab 2, 3, B variantı. Və burada D variantı eyni düşüb. D variantı da ola bilər. Daha sonra. Deməli, sual 11-də deyir ki, maqnit sahəsinin induksiya xətlərinin perpendikular istiqamət daxilində elektron şəkildə göstərən trayektoriya hərəkət edir. Maqnit induksiya xətlərinin baxış istiqaməti müəyyən edin.
Elektron çevrə üzrə bəbisətə hərəkət edəndə maqnitizasiyasını onun mərkəzə çəkən qüvvə Lorentz qüvvəsidir. Bilməliyik ki, sol əl qaydasına əsasən 4 barmağımız sürətin istiqamətini, baş barmağımız isə Lorentz qüvvəsinin istiqamətini görmüş oluruq. Bu zaman görürük ki, nöqtələrdir əlin istiqamətinə görə, yəni şəkil müstəvisinə bizə doğru. Lakin elektron mənfi yüklü zərrəcik olduğundan nöqtələrin əksini götürəcək. Yəni x, 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 çünki elektron əks istiqaməti meylidir. Ona görə cavab B variantı. 12. Toplayıcı linzanın fokus məsafəsi F-dir. Cismin linzadan D bərabərdir 2F məsafədə yerləşərsə onun xəyalını harda və necə alınır? 1 böl F bərabərdir 1 böl D. Üstə gəl 1 böl F-dən istifadə edəcəyik. 1 böl F bərabərdir 1 böl 2F, üstə gəl 1 böl F. 1 böl F bərabərdir 1 böl 2F və F də bərabərmiş 2F. Deməli, cismin linzadan olan, linzadan cismin xəyalına kimi olan məsafə 2F-dir. Təbii ki, tərsini olacaq. Özü boyda və bərabər haqqı olacaq. Cavab B variantı. 13. Açar uzun müddət bağlı qaldıqdan sonra T bərabər 0 anda açılır. Açar açıldıqdan dərhal sonra sarğacda keçən cərəyan dəyişmə sürətini İT-ştrixə hesablayın. Açar bağlı olanda, əgər açar bağlıdırsa, bu zaman müsbətdən mənfiyə doğru istiqamətdə hərəkət baş verəcək. Lakin burada bizim bir şey qeyd etməyimiz lazımdır ki, açar uzun müddət qapalı olandan sonra açar R1 rezistoru nəzərə almır. Niyə görə? Çünki onun yanına induktiv sarğac qoşulub. Ona görə də biz yalnız R ümumi bərabərdir 10, 10 üstə gəl 5 ohma görə hesablayacağıq. O dedəcək 15, 10. Bu zaman epsilon bərabərdir IR və I də bərabərdir epsilon böl R-dən istifadə edəcəyik. Epsilon bizə 60 volt verir və 60-ı böləcəm 15-ə o da edəcək 4 amper. Açar açıq olanda isə, bunu da nəzərə keçirdək. Əgər açar açıqdırsa, bu zaman, baxın, artıq bateriya ilə əlaqə kəsilib. Elektrik mənbə ilə əlaqə kəsilib. Və bu başlayacaq artıq induktiv sarğacın olduğu istiqamətdə cərəyan şiddəti yaranmaq. Artıq bu hissəyə getməyəcək. Çünki öz yolunu uzada bilməz. Məcburdur ki, yerdə qalan lampaları qidalandırsın. Ona görə də açar açıq olanda bu zaman deməli, bu zaman R ümumi bərabər olur 10 üstə gəl 10, 20 və epsilon I bərabər olur IR. Yəni 4 vur 20, bu da edir 80. Biz də bilirik ki, dövrədə həm induktiv EHQ varsa, həm də eyni zamanda induksiya EHQ-si varsa, bu zaman bunların cəmi 0-a bərabər olmalı. Yəni epsilon L üstə gəl epsilon I bərabər olmalı 0-a. Yazdığımız kimi 80, daha doğrusu epsilon L bizdə nəyə bərabərdir? L vurulsun I-nin törəməsi, üstə gəlsin epsilon I nə qədərdir? 80 və bərabərdir 0-a. Henry'nin qiymətini 10 verib. I' bərabərdir -8 amper böl saniyə. Cavab A variantı. Keçək 14. Şəkildə hidrogen atomunun enerji səviyyəni diaqramı vermişdir. Elektron Y4, Y2 keçidi zamanı şüalanan fotonun impulsunun Y3, Y1 keçidi zamanı udulan fotonun impulsuna olan nisbətini hesablayın. Deməli, bunu necə hesablaya bilərik? Bildiyimiz kimi MC bərabərdir P-yə və PS də bərabərdir Y əlaqəsindən bilirəm ki, P ilə Y düz asılıdır. Yəni, enerjilər nisbəti ilə impulslar nisbəti bərabər olmalıdır. Y4 neçə keçidi? Y4 2 keçidi zamanı Y0 böl N kvadratı düsturundan istifadə edərək YMN bərabərdir Y0 vur 1 böl M kvadratı çıx 1 böl M kvadratı və bu zaman Y4 Y2 keçidi bərabərdir Y0 vurulsun 1
1 bölü 16 çıx 4'də 1. Bu da edir mənfi y0 vur 16'da 3. Y 3 1 keçidi isə y0 vur 9'da 1 çıx 1. Bu da bərabərdir. Y0 vur, mənfi Y0 vur 9'da 8. Bunların nisbətini görə götürsəm, Y4 2 bölü Y3 1 bərabərdir. Y0'lar gedəcək, mənfilər gedəcək. Qalacaq 3 bölü 16 9 bölü 8. Bu da bərabərdir. 27 bölü 128. Bəli, cavab budur. 27 bölü 128 A variantı. Sıxlığı ρK bərabərdir 400 kiloqram bölü kub metr olan həcmi bərabərdir 0,1000-dəki kub metr olan bir cins taxta kürəyə su ilə dolu qabın dibinə iplə bağlanaraq tamamilə suya batırılmışdır. İp kəsildikdən sonra kürə suyun səthinə doğru hərəkət edir və bir müddət sonra suyun üzərinə üzməyə başlayır. Kürə suyun səthinin tarazlığı halına gəldikdə onun suya batan hissəsinin həcmini tapan. Əgər bir kürə F Arximet qüvvəsi vasitəsilə suyun üzərinə çıxarılırsa, o aşağı çəkən mg qüvvəsi var. Bu zaman deyir ki, kürə suyun səthinə tarazlıq halına gəlir. Tarazlıqda isə F Arximet bərabərdir mg-yə. Rho maye və cisim J bərabərdir mg-yə. Bilirik ki, cismin kütləsinin yerinə rho cisim v j yaza bilərəm. Və əmələ gəlir ki, daha v batandır ya, burada çaşmayaq. V batan bərabərdir rho cisim v böl rho maye. Bu da bərabərdir rho cisim 400 vur 0,100-dəki 0,8 böl 1000. Bu da edir 0,3 dənə 0, 8. Cavab C variantı. Kvadrat formalı dielektrik müstəvi 3 təpə nöqtəsində ABC yerləşən nöqtəvi yüklərin qiymətləri uyğun olaraq Q-a bərabər müsbət 2Q, Q-b bərabər mənfi 6Q, QC də bərabər müsbət 2Q-dür. Kvadratın boş qalan D təpə nöqtəsinin elektrik sahəsinin yekun integral vektorun modulu Y0 olarsa, B yükünü götürdükdən sonra D nöqtəsinin yaranan yeni integral vektorun modulunu Y0 ilə ifadə edilir. Deməli, necə hesablama apara bilərik? Əvvəlcə gəlin Y-A-dan B-yə integral vektorunun mütləq qiymətini hesablayaq. Y-A-B bərabərdir. Kök altında Y-A-nın kvadratı üstə gəl Y-S-nin kvadratı. Y-A-nın qiyməti bizdə nədir? 2K böl R kvadratı. Y-C-nin də qiyməti 2K böl R kvadratıdır. Bu bərabərdir kök altında 4, 4, 8 yəni 8K kvadratı böl R üstü 4 K kvadratı. Bu da bərabərdir 2K R kvadratı kök 2. Daha sonra isə biz bilirik ki, YAC üstə gəl YB. Baxın, YAC. Daha doğrusu bu AB deyim, mən YAC yazıram. Bu AC deyib, burada mən yazanı səhv. A-dan C-yə hesablayıram da. YAC üstə gəl YB bərabər olmalıdır. Yox, daha doğrusu mən burada səhv gördüm. Y0, yəni YD. Y0 üstə gəl YAC bərabərmiş YB-yə. Niyə görə? YAC-nin üstünə YD gələndə vektorların toplanma xassəsinə əsasən mənə verəcək YB-ni. Daha sonra ona görə də biz YB-nin qiymətindən YAC-ni çıxmalıyıq ki, Y0 tapaq. YB-nin qiyməti məndə 6K kvadrat böl 2-dir. Lakin B-dən C-yə kimi olan məsafə bizdə nədir? R kök 2 olduğundan
mən yazacağam 6kq kvadrat kq bölünsün r kvadratı. Artıq r kökü olduğundan 2r kvadratı olacaq. Bu da edəcək 3kq böl r kvadratı. Çıxılsın y a-dan c-yə 2kq kök 2 böl r kvadratıdır. Daha sonra isə yekun qiyməti y0 olur neçə? Kq r kvadratını çıxartsaq 3 çıx 2 kök 2. Və b-ni götürdüm. Və b-ni götürdüyüm təqdirdə artıq mən elə y-ac-nin qiymətinə görə hesablayacağam. Artıq y0 bərabər olur 2kq böl r kvadrat. Və təbii ki, y' böl y0 mənə verəcək 2 böl 3 çıx 2 kök 2. Və buradan da görsəniz ki, y0'in qiyməti burada təsvir olmayıb. Ona görə cavab y variantı heç biri. 17. Yer səthindən 60 metr hündürlükdə sərbəst düşən V0 bərabərdir 0. Cisim hansı hündürlükdə kinetik enerjisi potensial enerjisindən 2 dəfə böyük olur. Biz bunu həll etmək üçün müxtəlif üsullardan istifadə edə bilərik. Amma ən gözəl üsullardan biri də enerjinin bir-birinə bərabərlik halından istifadə edə bilərik. Yəni y tam bərabərdir y kinetik üstəgəl y potensial. Bilirik ki, y tam nə qədərdir məndə? Y tam məndə 60 metrdir. Yəni mg vur 60. Və yk bərabərdir 2y potensial olduğundan əmələ gəlir ki, 3y potensial bərabərdir 60 mg. Y potensialın da yerinə 3 mg h0 yazsam bərabər olacaq 60 mg-yə. Mg-lər getdi. Qalır ki, h0 bərabər imiş 20-yə. Yəni cavab B variantı. Keçək 18. Rəqs konturunda yükün zamanı asılılıq qrafiki verilmişdir. Cəryan işlərinin amplitude qiymətini hesablayın. Bilirik ki, bu bizdə sinusoidin qrafikidir. Sinusoidin qrafikini əsasən biz burada periodu hesablamalıyıq. Buradan bura 4-dürsə, 2 dəfə artıbsa, demək buradan burada 2 dəfə artmalı. Yəni 8 olacaq bizdə period. T bərabərdir 8 saniyə və IM də bərabərdir. QM vur omega düsturundan istifadə edəcəyik. QM məndə 4-dür, omega isə 2 pi-nüdür. Yəni 2 pi böl 8-dir. Bu da edir pi, yəni 3 mikro amper, mü amper. Cavab D variantı. Radioaktiv elementin yarım parçalanma dövrü T və 4 gün, 10 gün sonra ilkin nüvələrin hansı hissəsi parçalanmamış qalar? Bildiyim kimi M bərabərdir N0 vurulsun 2 üstü mənfi N. Yəni N0 vurulsun 2 üstü mənfi T böl böyükdə, yəni mənfi 3. Bu da edir 8-də N0. Neçə hissəsi parçalanmayıb? 8-də 7 N0. Cavab D variantı. Şəkildə göstərilən qapalı keçirici spiral formalı sarğaca OX oxu boyunca düz maqnit yaxınlaşdırılır. Maqnit sarğaca yaxınlaşan zaman sarğacda yaranan induksiya cəryanı istiqamətini A nöqtəsindən baxışında saat əqrəbi və saat əqrəbinin əksi və sarğacın maqnitə göstərdiyi mexaniki təsir qüvvəsinin istiqamətli lens qaydasına əsasən müəyyən edilir. Deməli, əgər mən maqniti götürsəm, bu sarğacın belə çəkək daha qəşəng olsun. Sarğacın daxilinə qoysam bu maqniti. North. Sos da belə göstərir. Sos. Biz lens qaydasına əsasən bilirik ki,
sağ ələ əsasən, daha doğrusu sol ələ əsasən maqnitin şimal qütbü hansı istiqamətə doğru hərəkət edirsə, bu zaman biz baş barmağımızı hər zaman onun üzərinə qoyuruq. Sağ əl qaydasına əsasən. Buradan görürük ki, sağ əlimizə əsasən, baxın, yəni sağ əlimi tuturam burada. Barmaqlarımı da baxın belə tuturam. Elə tutmalıyam ki, baş barmağım norsun istiqamətində olsun. Barmaqlarımı elə tutandan sonra bu zaman mən A nöqtəsindən baxış zamanı induksiya cəryanının istiqamətini təyin edə bilərəm. Necə olur? Yəni bu A nöqtəsidir və baxıram. Görürəm ki, baxın belə bir istiqamət var. A nöqtəsindən baxanda. Qaydaya əsasən sağ əlimizi elə tuturuq ki, baş barmağımız şimal qütbünün üzərində olsun. Bu zaman nə əmələ gəlir? Saat əqrəbinin əksi istiqamətində induksiya cəryanı istiqaməti yaranır və əlavə olaraqsa təbii ki, maqniti itələməlidir. Lens qaydasına əsasən, əgər maqniti biz induksiya cəryanına yaxınlaşdırırsa, sarxacı yaxınlaşdırırsa, maqnit itələnməlidir. Yəni cavab B variantı. Keçək 21-ci suala. Şəkildə radiusların müvafiq olaraq R və 2R daxili materialın sıxıları isə bir cins ρ1 və ρ2 olan iki kürə göstərilmişdir. Bu kürələrin bir-birinə göstərici gravitasiya cazibə qüvvəsinin modulu F-dir. Kürələr arasında ən qısa məsafə D bərabərdir R. Materialın sıxıları nisbəti isə ekspansiyası isə ρ1 bölü ρ2-dir. Birinci kürənin sıxlığı dəyişmədən radiusunu 2 dəfə azalsaq, kürələr arasında yeni gravitasiya cazibə qüvvəsi neçə F olar? Məsafə mərkəzi arasında həndəsi xəttlə hesablanır. Gəlin asılıq quraq. Əgər F 0 bərabərdir J vur M1 M2 böl R kvadratıdırsa, yəni məsafənin kvadratıdırsa, bu zaman J vur M1 M2 böl məsafə nə qədər olacaq? R 2R 4R 16R kvadrat. Bu zaman mən kütlələri hesablamalıyam. M1 və M2-ni hesablamalıyam. M1 məndə nə qədədir? M1 məndə ρV-dir. ρ1 V1-dir. Kürə olduğuna görə kürənin həcmi məndə nəyə verib? ρ1 böl ρ2. Əslinə qalarsa burada yazıda səhvlik gedib. Burada 2 olmalıdır. Nisbət 2-dir. ρ1 bərabərdir 2 ρ2-dir. Bu yazan çapda xəta gedib. ρ1 bərabərdir 2 ρ2. Elə yerdə yazacağam. 2 ρ2 vurulsun V1. V1 nə qədədir? 3-də 4 pi R-in kubu. Bu da edir 8 böl 3 pi ρ2 R kubu. M2'ni hesaplayacağım. ρ2 V2 bərabərdir. V2 nə qədər olacaq? Deməli, ρ2 vurulsun 3-də 4 pi artıq radius 2 dəfə artdığından olacaq 8R kubu. Bu da bərabərdir 32 böl 3 pi ρ2 R kubu. İndi bunların hasilini hesablayacağım və 16R kvadratına böləcəm. Bunların hasili 8 bölü 3'dir. 8 bölü 8 niye yazdım bura? 8 bölü 3. Bunların hasili edir məndə 256 böl 9 pi kvadratı ρ2'nin kvadratı R üstü 6 bölünsün 16 R üstü R'in kvadratı.
R üstü 2. İndi bunun hasilidir. 16 ilə 256 gedir, qalır 16. R üstü 6-nı R kvadratı gedir və əmələ gəlir 16 bölü 9 pi kvadratı R2'nin kvadratı R üstü 4. İndi mənə deyir ki burada J də var. Bunu unutmayaq. Sonra səhv gedir. Açıq sual kimi düşsə J-ni unutmuruq. Vur J. Gravitasi sabit. Və sonra mənə deyir ki birinci kürənin sıxlığını dəyişməklə radiusunu 2 dəfə azaldıram. İndi yeni qiyməti hesablamalıyım. F0' bərabərdir. J vur. M2'nin kütləsi. M2'nin elə qiyməti sabitdir. Amma M1'in qiyməti dəyişəcək. Radius 2 dəfə azalıbsa, o zaman J vur. M1' M2. M2'nin qiyməti nədir? 3'də 32 pi rho 2 r kubu bölünsün. Artıq məsafədə dəyişəcək. Çünki 0,5, 1,5, 3,5 r'in kvadratı, yəni 49 bölü 4 r kvadrat. İndi gəlin buradan M1' hesablayaq bir qıraqda. M1' bərabərdir. Rho 1 vur V1. Rho 1, 2 rho 2. V1'in də yerinə yazacağım 3'də 4 pi r kubu bölü 8. 3'də 4 pi r kubu bölü 8. İkilər də getdi, qaldı 3'də pi rho 2 r kubu. İndi buna vursam əmələ gəlir. J 4 qalxacaq yuxarı. J vur. M1'in yerinə yazın bunu. Pi kvadrat bölü 9 vur 32 vur rho 2'nin kvadratı vur r üstü 4 bölünsün 49 bölü 4. İndi 4 laf qalxsın yuxarı. 4 də qalxsın yuxarı. Vur 4. İndi mənə deyir ki F0' bölü F0 tapmalıyam. F0' bölü F0 bərabərdir. F0' əmələ gəldi məndə. J'lər onsuz da getdi. Pi kvadratlar getdi. R kvadratlar getdi. Rho kvadratlar getdi. Məndə qaldı əsas nə? Məndə əsas baxın bu qaldı. 32 bölü 9 4 elə deyil. Vur 1 bölü 49. Daha sonra burada nə qaldı? 16 bölü 9 vəssalam. 9'lar getdi. 16'lar getdi. Qaldı məndə nə? 8 bölü 49. Deməli belə çıxır ki F0' bərabər imiş. F0 vur 8 bölü 49. Cavab C variantı. 20. Kulon vur volt bölü kilogram vur metr hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Kulon vur volt məndə joule verdiyindən joule-un yeri Newton bölü metr. Newton bölü metrin kvadratı. Daha çox Newton vur metr. Metr vur kilogram. Bunlar getdi. Newton yerinə kilogram vur. Metr bölü saniyə kvadratı. Bölü kilogram verdi mənə təcili. Cavab C variantı. İnduktivliyi L olan ideal sarğac və aktiv müqaviməti R olan rezistor dəyişən cəryan dövrəsinə ardıcıl qoşulmuşdur. Dövrəyə tətbiq olunan sinusoidal gərginlik tezliyi omega 1-dən omega 2-yə qədər dəyişdikdə tam müqaviməti Z tezlikdən asılı qrafiki verilmişdir. Əgər Z1 bərabərdir R kök 2 və Z2 bərabərdir R kök 5 olarsa gərginliyin tezliyi dəyişmə nisbətliyi omega 2 bölü omega 1-i tapın. Necə hesablaya bilərəm? Əgər Z1 məndə bərabərdir. Niyə bərabərdir? Z1 bərabərdir. Kök altında
R kvadratı üstə gəl XL çıx XS məndə yoxdur, sadəcə XL var, XL-in kvadratı. Bu da bərabərmiş R kök 2. Hətta R kök 2. Kvadratı yüksəltsəm R kvadratı üstə gəl. XL-in yerinə yazacağam omega L, omega daha doğrusu 1 kvadratı L kvadratı bərabərmiş 2R kvadratına. Əmələ gəlir ki, R kvadratı, yəni R bərabərdir omega 1 L. Daha sonra gəlin Z2-ni də hesablayaq. Z2 də bərabər olmalıdır. Kök altında R üstə gəl XL-in kvadratı. Bu da bərabər olacaq R kök 5-ə. Buradan da əmələ gəlir ki, R kvadratı üstə gəl omega 2 L-in ikisinin də kvadratı bərabərdir 5R kvadratına. 4R kvadratı bərabərdir omega 2 kvadratı L kvadratı. Omega 2L bərabərmiş 2R-ə. İndi bunların nisbəti, baxın, bunların ikisinin nisbəti mənə omega 1 böl, daha doğrusu omega 2 böl, omega 1 nisbətini verəcək. Omega 2L böl omega 1L bərabərdir 2R böl R. Əmələ gəlir ki, 2. Cavab 2-dir. Keçək 24-ə. Kütlələri M1 bərabərdir M və M2 bərabərdir 2M. Elektrik yükləri isə bərabər olan iki fərqli zərrəcik bir cins və sahəsi hüdudlu maqnit sahəsinin indüks xəttinə perpendikal olaraq eyni kinetik enerjiyə daxil olurlar. Sahə daxilinin tam bir çevrə hərəkətini tamamlaya bilməyən bu zərrəciklərin trayektoriyalarının əyilməsi radiusunun nisbətini tapın. Deməli, YK1 bərabər olur YK2-yə. Bu zaman YK1 nədir? M1 V1-in kvadratı böl 2 bərabər olur M2-nin vur V2-nin kvadratı böl 2. Elə deyil? Bu. Lakin mən elə fikirləşməliyəm ki, burada radiusda olsun. Baxın, indi o tüstur elə fikirləşməliyəm ki, burada radius. Artıq bu tüstur işləyəcək. Baxın, bu tüstur işləyəcək. YK-nın bizdə belə bir tüsturu var. P kvadratı böl 2M. Maqnit sahəsi olduğundan mən P-nin yerinə QB-R-i daxil eləyəcəm. Baxın, buradan fikirləşmək lazımdır artıq. YK1 bərabərdir YK2-dirsə, YK1-in yerinə yazacağam P1-in kvadratı böl 2M1 bərabərdir P2-nin kvadratı böl 2M2. P1-in yerinə yazacağam QB-R, yəni R1-in kvadratı böl 2M bərabərdir R2-nin kvadratı böl M2-nin 2M 4M. Bu gedir və əmələ gəlir ki, R1 böl R2 bərabərdir kök altında 2 böl 2 və yaxud da 1 böl kök 2 də yaza bilərsiniz. Cavab budur. 25. Fotoeffekt zamanı katod metalın səthindən qopan fotoelektronların saxlayıcı potensiallar fərqi 4 voltdur. Metalın çıxış işığı 2,4 -19 olarsa, katod üzərinə düşən monoxromatik işığın fotonun enerjisini hesablayın. Fotoeffektin qaydasına əsasən H-nü bərabərdir. Çıxış üstə gəl U saxlayıcı. Bizdən H-nü soruşur. Ona görə 24 vur 10 üstü -20 üstə gəl 64 vur 10 üstü -20 o da edir 88 vur 10 üstü -20 joule. Tərəfi A olan kvadrat 3 təpə nöqtəsinin müstəvisinə perpendikular istiqamətdə yerləşmiş sonsuz uzun düz naqillər göstərilmişdir. A və C nöqtələrindəki naqillərin keçən cəryanlar şəkil müstəvisinə doğru, B nöqtəsindəki naqildən keçən cəryan isə bizdən şəkil müstəvisinə doğru. Cəryan şiddətdən müvafiq olaraq IA bərabərdir I, İB bərabərdir 2, İC bərabərdir İ'dir. Kvadratın mərkəzində yerləşən nömrələnmiş oxlardan hansı yekun maqnit induktiv vektorunun istiqamətini göstərir? Gəlin əvvəlcə çevrələr çəkək. Hansı ki, hər bir cəryanın
öz ətrafında yaratdığı induksiyadır. Aha. Dekosu deyil, heç bir şey yoxdur. Yəni YC üçün də çəkək. İndi baxaq. Görsəndiyi kimi nöqtə olduğuna görə şəkil müstəvisinə bizə doğru hərəkət edir, o heç. Lakin induksiya hər zaman nöqtənin, yəni saat əqrəbinin əksi istiqamətində hərəkət edəcəkdir. Baxın, bu istiqamətdə. Bu istiqamətdə baxın hərəkət edir. Qeyd etdim. Daha sonra B-də isə X olduğuna görə saat əqrəbi istiqamətində hərəkət edəcək. Baxın belə. Yaşılda isə yenə də saat əqrəbinin əksi istiqamətində hərəkət baş verəcəkdir. Bir dəqiqə, mən burada deyəsən çaşdım. Bəli, yenə də saat əqrəbinin əksi istiqamətində hərəkət baş verəcəkdir. İndi bizə deyir ki, IA bərabərdir I. İB bərabərdir 2I. İC də bərabərdir I. Elə deyil. Aha, indi burada problem, indi biz bunu necə tapacağıq? IA İdirsə, bilirik ki, B I ilə düz asıddır, elə deyil. Bu zaman İA'nın yaratdığı, İA'nın ətrafında yaratdığı induksiyanın qiyməti bir o qədər çox olacaq. Daha doğrusu az olacaq. Çünki IA bərabərdir IC-yə. Deməli, 2 bizdə IA-dır da. Bunun qiyməti B-dir. Belə hesablıq. B. Belə təqribən götürək. IB-nin yaratdığı 2B-dir. Elə deyil. IC-nin yaratdığı IB-dir. Aha, və salam tapdıq. 1 ilə 2 eyni istiqamətdə olduğundan çıxılacaq və yerdə qalan yekun vektorun bizdə istiqaməti əslində qalsa bu belə deyək də 4-dür. Əslində qalsa 5 ilə 4-ün arası olmalıdır. Bəli. Əslində qalarsa 5 ilə 4-ün arasında bir dənə də xətt olmalıdır ki, onun əsasında biz onu təyin edək. Amma ki, nə heyif. İB bizdə 2, İC bizdə İ'dir. Əslən qalarsa, şərtdə İB-ni İ verməlidir. İC-ni isə məndə 2 verməlidir. Bəli. Əslən qalsa İA İ'dir, B, B. Yəni, əslən qalsa İC məndə 2B olmalıdır, baxın. Bu 2B olmalıdır. 2BB, yəni deyil. 2BB, yox, daha doğrusu yadıma düşdü. Burada şəkildə nədə xəta gedib? İB İ olmalıdır, İA 2 olmalıdır. Deyil. Əslən qalsa İA 2 İ olmalıdır. O xəta orada əmələ gəlib. Bunlar B'dir. Bu 2B'dir. Bu 2B'dir. Bu B'dir. Bu da B'dir. Deməli 2BB, deməli əsas istiqamət nədir? Baxın, belə vektoru belə götürəcəyik. Belə olmalıdır vektorun əsas istiqaməti. Və bunların da əvəzləyici 4 istiqamətində çıxacaq. Əslən qalarsa, sualda çap xətası gedib. Əslən qalsa cavab 4 olmalıdır. 27. Alfa zərrəcik və elektron müqayisəçi tərtib edilmiş Eyler-Venn diaqramındakı dairələri uyğun xüsusiyyətləri müəyyən edin. Aha, baxaq. Maqnit sahəsinə daxil olduqda Solal qaydasının əksi istiqamətində meyl edir. Təbii ki, bu elektrondur. Yəni, Y-a gedəcək A. Həm zərrəcik, həm dalğı xüsusiyyətinə malikdir. Bu hər ikisinə aiddir. Çünki zərrəcik həm
Dalğa həm zərrəcik xüsusiyyətinə malikdir. Bu hər ikisinə gedəcək. Maddənin atom tərkibinə daxil olur və kimyəvi rabitələr yaranmasında birbaşa iştirak edir. Bu elektrona aiddir. Güclü qarşılıqlı təsirdə iştirak edir və daxili struktura malik mürəkkəb zərrəcikdir. Təbii ki, bu alfa zərrəciyə aiddir. Maddədən keçərkən iyonlaşdırma qabiliyyəti son dərəcə yüksək, nüfuz etmə qabiliyyəti zəifdir. Bu da alfa zərrəciyə aiddir. İyonlaşma belə olacaq. Deməli, X-a gedəcək DY, Y-a gedəcək AC, Z-ə isə gedəcək B. Ətraflı. Sabit kütləli ideal qazın konsentrasiyasının 10 mütləq temperaturuna asılı qrafiki şəkildəki 1-2 keçid oxu ilə verilmişdir. Bu proses zamanı qazın təzyiqinin mütləq temperaturuna asılı qrafikini çəkin və təzyiqin necə dəyişdiyini riyazi düsturu tam şəkildə əsaslandırmanı izah edin. Bildiyimiz kimi NT-dən düz xətti qrafikin asılılığı şəklindədir. Yəni N bərabərdir T vurulsun 1A-ya. Bu şəkildədir də, qrafik elə deyil. Mən də bilirəm ki, P-nin T-dən asılılığını qururamsa, P bərabərdir NKT düsturundan istifadə etməliyəm ki, N-in də yeni TA yazılsın və mənə gələcək T kvadratı A vur K. Nəticədə anlaşılan olur ki, P-nin T-dən asılı qrafiki necə olacaqmış? Baxın, bu formada olacaq. Kvadratik. PT-dən kvadratik asılı olacaqdır. Yəni, müəyyən qiymət gəlir. T1, T2. Daha sonra kvadratik asılılıq prosesi baş verəcəkdir. 29. Kütləsi M bərabər 0,5 kiloqram olan kiçik polad kürəcik sərtliyi 200 Nm olan sıxılmış yayın qarşısına qoyulmuşdur. Yay ilkin vəziyyətdə xarici qüvvənin təsiri ilə x bərabər 20 cm sıxılaraq fiksasiya olunub. Sistem sərbəst buraxıldıqda yay açılır və kürəcik rəvan şəklində müstəvidə yerləşən R bərabər 0,6 metr radiuslu hamar dairəvi yarıq boyunca hərəkətə gətirilir. Kürəciyin yayın ucunda ayrıldığı andakı kinetik enerjisini və kürəciyin ən üst nöqtəsində olarkən reysə göstərdiyi təzyiq qüvvəsini hesablayın. Aha. Bu zaman biz enerjinin saxlanma qanunundan istifadə edəcəyik. Y tam bərabərdir YK üstə gəl Y potensial. Bildiyimiz kimi sistemin əsas toplandığı enerji tam enerjidir və bu da bizdə kx kvadratı bölü 2-dir. K vur delta x kvadratı bölü 2 bərabərdir. Y potensial, Y kinetik üstə gəl. Y potensial. Y potensial da məndə nədir? MGH. H da məndə 2-dir. Daxı afav yerinə yazacağım. YK üstə gəl. 2MGR. Daha sonra hər bir şeyin qiymətini verib YK-nı buradan tapıram. YK bərabərdir. Kx kvadratı bölü 2 200 vur 0,2-nin kvadratı. Yəni 100 vur. Delta x məndə 0,2-dir. 4 bölü 100 çıxılsın. MGH 0,5 1 vur 10 vur yer nə qədərdir? 0,6. Bu da edir məndə 4 çıx 6. Bu da edir mənfi 2 joule. Mənfi 2 joule olması o deməkdir ki, bu kürə ümumiyyətlə heç yüksək tam üst hissəyə gedib çata bilmir. Bu onu göstərir. Ona görə də enerji mənfidir. Daha sonra isə bu birinci sualın həlli idi. Birinci qismin həlli idi. İkinci qismin həllinə baxacağıq. İkinci qismin həlli isə belə olacaq. Əgər F təzyiq aşağı doğru çəkirsə, məlum məsələdir ki, MG də aşağı çəkməlidir. Bunların əvəzləyicisi MA, daha doğrusu MA bərabər olmalıdır. F təzyiq üstə gəl MG-yə. F təzyiq qüvvəsi bərabərdir M. A-nın yeni yazan V kvadratı bölü R, çevrəsi bərabər sözü hərəkət. Çıx MG. M-i çıxartsam, V kvadratı bölü R. Çıx J. V-ni verib mənə daha doğrusu MV kvadratı bölü R çıx MG. Mən buradan elə bir ki, sürəti də tapmalıyam.
Hə, sürəti necə tapacam? Burada mən kinetik enerji mənfi 2 joule tapmadım. mv kvadratı bölü 2 bərabər olmalıdır mənfi 2-yə. V kvadratı da bərabər olur. Yəni indi təbii ki, bildiyimiz kimi enerjinin qiymətini modulu götürəcəkdik. Çünki sürət mənfi ola bilməz axı. Müsbət 2 şəklində göstərəcəyik. 4 bölü 0,5 o da edir 8. Yəni deyə apap yerinə yazacağıq. F təzyiq bərabərdir 0,5 vur 8 bölü radius nə qədərdir? 0,6 çıx 0,5 bölü 0,5 vur 15. Bu da edir məndə 40 çıx 30 böl 6. Bu da edir 10 böl 6 Newton. Aha. 30. Şəkildə baş optik oxu üzərində duran bir cisim və optik qüvvəsi D bərabərdir 5 dioptriya olan toplayıcı linza verilmişdir. Cisim linzadan 30 sm məsafədə yerləşərsə, şüaların linzadan keçmə trayektoriyasını şəkildə tamamlayaraq çəkin. Linza düsturunu tətbiq etməklə alınan xəyalın növünü və böyütmə əmsalını tam riyazi şəkildə hesablayın. Bilirik ki, dioptriya D bərabərdir 1 bölü F. Buradan F bərabərdir nəyə? 1 bölü 5. Yəni 0,2. Daha sonra D-ni 30 santim verib mənə. Bu zaman mən balaca F-i tapa bilərəm. 1 bölü F bərabərdir 1 bölü D. Üstə gəl 1 bölü F. Fokus məsafəsi. Yəni linzadan xəyala kimi olan məsafəni tapmalıyıq. 1 bölü F məndə 5 çıxılsın. D nə qədərdir? 1 bölü 30 bərabərdir 1 bölü F. Daha sonra 30'da 149 bərabərdir 1 bölü F. F də bərabərdir 30 bölü 149. Nəsə belə bir eybəcər bir cavab əmələ gəldi. Nədənsə maraqlı bir şey olmadı yəni. Və yaxud da gəlin elə metrə çevirək. Daha rahat hesablamaq üçün. Başqa yəni əlacımız metrə çevirmək lazımdır. Başqa əlacımız yoxdur. Çaşdırmaya burada. 5 bərabərdir. Doğrusu 5 çıx. Mən çevirmədim. Yadımdan çıxdı. 3 bölü 10 bərabərdir 1 bölü F. 3'də 5 bərabərdir 1 bölü F. F də bərabərdir 0,6 metr. Şərtdə metr verib. Mən çevirməmədim metrə. Daha sonra deyir ki, gammanı hesablayın. Gamma da bərabərdir F bölü D. 0,6 bölü 0,3 bərabərdir 2. Gammanı tapdıq 2. Daha sonra isə xəyalı qurmaq lazımdır. İlk növbədən çox uzağa getdi deyə mən bunu yaxşı uzatmadım axıra kimi. Aydın görəsiz deyə. Nəysə, belə bir burada birləşir. Bunu belə uzatsaq. Və görürsünüz ki,
Bir qədər uzaqda çıxır əslində qalarsa. Amma daha neyniyək? Tərsinə çevrilmiş, böyüdülmüş şəkildə əmələ gəlir cismin xəyalı və tərsinə. Bu sınağın altında mən deməli tam aydın şəkildə PDF-i qoymuşam. İstəsəz oradan açıb işləyə bilərsiniz təmiz şəkildə. Məni dinlədiyiniz üçün sağ olun, təşəkkür edirəm.